Ötən gün həbsxanada intihar xəbəri yayılan gənc cəbhəçi Elbəyi Kərimlinin hadisəsi Azərbaycan sosial şəbəkələrində ciddi müzakirə olunur. Mən müxtəlif şəbəkələrdə baxdım, Telegramda, Instagramda, Facebookda hamı bu hadisəyə görə Azərbaycan hakimiyyətini lənətləyir, bu ölümə görə onları ittiham edir və elə bu səbəbdən bu aciz rejim öz saytlarında Elbəyini narkoman kimi təqdim edirlər və trolların da səfərbər edirdilər ki, bu ölümü örtbasdır etsinlər. Amma ictimai rəy, yazılan şərhlər o qədər total, çox saylı və tutarlı oldu ki, o saytlar şərh yerlərini bağladılar ki, insanlar sözünü deyə bilməsin. Amma indi zaman o zaman deyil, xalqın ağzını yummaq olmur. Hamı bu günaha görə haqlı olaraq Əliyev rejimi ittiham edir. Çünki Elbəyi yetim bir oğlan idi. Atası, anası yox, nənəsinin himayəsində yaşayan, narkomaniyanın da qəti yaxınlığı, uzaqlığı yox idi. O sadəcə Heydər Əliyevin heykəlinə Mərkəzi Bankın qarşısındakı Stalin sözünü yazmışdı və ona ağır işgəncələr verib, buna görə ittiham eləmişdilər ki, sən narkomansan və onu 6 illik həbsə göndərmişdilər. Bu iş təkcə Elbəyi ilə bağlı olmayıb ki, bir çox müxalifətçilər, cəbhəçilər, fəallar rejimin narkotik böhtanına tuş gəlib, elə mənim qardaşım da. Amma çox keçmədən Avropa məhkəməsi o işlərin hamısının saxta olduğu barəsində qərar verib, sübuta yetirib ki, Azərbaycan hökuməti səhv addım atıb. İnsanı günahsız yerə azadlıqdan məhrum eləyib. Mənim şübhəm yoxdur ki, eyni qərar Elbəy barəsində də veriləcək. Düzdür, onun həyatında heç nə dəyişməyəcək, amma bu qərardan sonra sübut rəsmi şəkildə olunacaq ki, o adam günahsız olub və hətta öz iradəsi ilə orada intihar eləyibsə, yenə də qanı Əliyev rejiminin üstündədir. O qanı öz əlinizə bulaşdırmayın, trollar, yapçılar. Bu çox ağır bir cinayətdir, bu çox ağır bir günahdır. Bunun babalı altından çıxa bilməyəcəksiniz. Sizin troll olmağınız, yapçı olmağınız da heç nəyə dəyişməyəcək. Günahsız bir insanı məhz müxalifətçi olduğuna görə bu hakimiyyət cəzalandırıb onun həyatına son qoyub. Vicdanınız olsun, bir şey yazanda, ittihamı eləyəndə azca düşünün.